Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana Ebul Kasimi Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve alihi teyyibina tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin. Eûzu billahi semine alim mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allah Teala bu cümə günü bizləri mübarək qərar versin inşallah. Allah bu cümə günündə edilən duaları, ibadətləri, qılınan cümə namazları qəbul eləsin. Allah cümə gününü hörmətli İmam Zaman ilə İslamın zuhrunu təzir eləsin. Yeni bir mövzuya dediyimiz kimi başlayırıq və mövzumuzun adı belə oldu ki, İmam Səccad əleyhissalamın Xəmsə əşərə münacatının şərhi və yaxud da belə demək olar, Xəmsətə əşər münacatının şərhi fərqləmir. Ciddi bir şey yoxdur burada. Xəmsə əşərə. Xəmsə əşərə yəni 15 münacatdır. İmam Səccad əleyhissalamın 15 münacatı var. Allahla duası var və orada çox gözəl sözlər var İmam Səccadın. Çox irfani bir dualardır. 15 dənə dualardır. Ki, məsələn, o 15 dənə dualarından birincisi, deməli, Münacatü Taibin, tövbə edənlərin duasıdır. Sonra, məsələn, Münacatü Şakin, şikayət edənlərin duası və s. gedir elə. Biz birinci bundan başlayırıq. Tövbə edənlərin münacatından başlayırıq. O Xəmsə əşərə 15 dənə münacatın birincisinə başlayırıq. Çox möhtəşəm sözlər var, çox əla bir sözlər var. Bir insan dinə gəlib, Allah seyr-i suluk yolunu getmək istəyirsə, Allahla ünsiyyətini qurmaq istəyirsə, o birinci tövbə duasından, Xəmsə əşərə dualarının birincisindən və 15-nə qədər hamısına başlayıb oxuya bilər. Özü bir dərsdir, indi özünüz də görəcəksiniz, həqiqətən bir dərsdir. Çox möhtəşəm bir duadır, çox gözəl sözlər var, çox incə məsələlərə toxunur orada. Oxuduqca görəcəksiniz ki, nə qədər incə məsələlərə toxunur. Yəni, elə bir məsələyə toxunur ki, həqiqəti açır, çıxardır İmam Səccad əleyhissalam qoyur ortaya, göstərir ki, məsələ əslində necədir, tövbədə nə baş verir, tövbə necədir. Oxuduqca insana ləzzət edir və inşallah ki, sizə də faydası olacaq. Bunun bu, həyatımıza da tətbiq olması məsələdir. Yəni, bizim bundan başqa nə işimiz var ki? Bizim Allahdan başqa, Allahdan mühüm nə işimiz var ki? Bizim Allahla, Allah qarşısında bəndəlikdə mühüm nə işimiz var ki? Bu bəndəliyin yollarıdır da, 15 dənə dua, ən birinci tövbə edib yola girirsən də. Tövbə edib Allahın qarşısına çıxıb bəndəlik edirsən də. Yəni, bundan mühüm nə işimiz var bizim? Hamısı təfərrüatdır. Əsas mühüm olan budur. Ki, bilirsiniz, Peyğəmbər salavatullah bir gün döyüşdən qayıdırlar. Ağır bir döyüşdür, ağır bir döyüş keçirir, yaralanırlar, qayıdırlar. Peyğəmbər deyir ki, təbrik edirəm sizi, kiçik cihaddan qalib gəldiniz. Baxarlar Peyğəmbərə, deyirlər, ya Rasulallah, kiçik cihad? Biz bu qanın içərisindəyik, yaralı, nə kiçik cihad? Bəs böyük cihad nədir? Peyğəmbər deyir, böyük cihad, cihad-ı nəfsdir. Nəfslə cihad etməkdir. Yəni, bu cihaddır, bu zahirdə olan cihad, zahirdə olan məsələlər, iş, güz, bunlar hamısı təfərrüatdır. Əsas kök bağlanmalıdır nəyə? Bu kök bağlanır ilahi bir yaşayış, bəndə və Allah münasibəti. Kök budur, məsələ bundan ibarətdir. Onlar hamısı sonra məsələsidir. Onlar hamısı mühüm deyil. Onlar bəndə və Allah ünsiyyətinə, münasibətinə xidmət edən işlərdir. Mən işləyirəm bugün. Mənim işim ona görədir ki, bəndə Allah münasibətinə xidmət eləsin. Yəni, çünki mənim üçün əsas məsələ Allahdır. Allah olmalıdır. Hə, bu duanın sənədi baxımından, mötəbər olması baxımından gəldikdə, ümumiyyətlə, bu dua, deməli, Əllamə Məclisi Biharül Ənvardan nəql edir. Əllamə Məclisi, deməli, Biharül Ənvarda nəql olunur. O cümlədən Hür Amili bir dənə bir kitab var. Sahifətü Saniyə Əs-Səccadiyyə. Bir növ belə deyək, ikinci, deməli, Səhifə-i Səccadiyyə kitabı ki, orada nəql edir. Birincisi bizim bildiyimiz kitablardır, ikincisi də odur. Hər halda Hür Amili və Əllamə Məclisi gətirirlər bu duanı. Amma bu Biharül Ənvarda nəql olması məsələsinə gəldikdə, orada məsələn
Əllamə Məclisi sənəd vermir. Deyir ki, mən mötəbər kitablardan bunu gətirmişəm, bu duaları gətirmişəm, amma sənədini göstərmir. Nəyə söykənir, hardan mötəbər kitabdan gətirmirsə, amma sənəd nədir? İndi mötəbərli bir alim kimi sahib o bu duanı mötəbər hesab etmək olar. Hər halda bu dua həqiqətən sənədi var, yoxsa yoxdur. Mən məsələyə çox dərin getmək istəmirəm. Sənədi var, yoxsa yoxdur, işim yoxdur. Olmasın sənədi lap. Lap sənədi olmasın. Amma duaya baxsan ki, duadır da, əməlli başlı duadır da, əməlli başlı bir ünsiyyətdir. Yəni bu duadır. Ehtimal verək ki, inşallah ki, İmam Səcdə əleyhissalam belə sözlər deyib, belə dua eləyib. O deməsə də, amma dua da gözəllikdir. Kim deyibsə, çox gözəl bir duadır. Yəni, nəsə bir problemli iş görmürəm ki, şəriətə zidd addım atmıram ki, duanın sənədini niyə axtarım? Hə, o dua ki, gəlib Qurana zidd olacaq, o dua ki, gəlib bizim əqidəmizə zidd olacaq, o başqa məsələ. Amma baxırsan ki, bu dua zidd yox, bu birbaşa Quranın təsdiqlədiyi duadır. Məzmun cəhətdən Quran təsdiqləyir. Məzmun cəhətdən hədislərimiz, mötəbər hədislərimiz, yəni təsdiqləyir. Ona görə də bu duanı belə deyim, məzmun cəhətdən qəbul etmənin heç bir problemi yoxdur və bu duanı danışmaq olar. Hətta bunu gündəlik biz 15 dənə duadısa, məsələn, günlər təyin eləyib, hər bir gündə o duaları oxumaq çox gözəldir. İnsan hətta tərcüməsində oxusun, düşünsün. Ərəbcəsində oxumaq başqa bir təsiri var, amma tərcüməsinə də baxsın ki, təsiri daha çox olsun. O duanı oxumaqla gündəlik o həyatını mənəvi bir atmosferə sala bilər. Və mənəvi bir atmosferlə yaşamaq bizim üçün çox xeyirli olar. Ona görə bu duanın şərhi ilə işim yoxdur. Üzr istəyirəm, daha doğrusu sənədi ilə işim yoxdur. Şərhi ilə işimiz var, elə şərhinə başlamışıq da, sənədi ilə işimiz yoxdur. Tövbədən başlayır birinci, dediyim kimi. Və tövbədən başlamasının səbəbi də nədir? Oxuyacam, hələ mətnə belə girim ki, bəzi ariflər deyirlər ki, ümumiyyətlə insan seyr-i-suluk yoluna addım atanda yəqəzədən başlamalıdır və yaxud da yəqzədən başlamalıdır. Yəqəzə nədir? Yəni oyaqlıq, qəflətdən oyanmaq. İnsan düşünüb qəflətdən oyanmalıdır. O qəflətdən oyandıqdan sonra gelib tövbə eləyir, başlayır tövbəyə addım atmağa. Amma bəzi alimlər, bəzi irfan alimləri, ümumiyyətlə ariflər deyirlər ki, yox, birinci tövbədən başlayır. Yəqəzə, insanın qəflətdən oyanması sonradan olur. Axı sən tövbə eləməlisən ki, qəflətdən oyanasan da. Yəni, bir növ belə deyim, deyirlər ki, elə tövbənin içərisində elə oyanmaq, yəqəzə halı var da. Yəni, tövbə ilə oyaqlıq deməkdir, oyanmaq deməkdir. Tövbə ilə, yəni, mən ilə qayıtdım, yəni nə elədim? Oyandım. Qəflətdən oyandım, qayıtdım sənə tərəf. Elə tövbənin mənası budur. Ona görə İmam Səccad əleyhissalam da tövbədən görürsünüz, başlayır. Giriş tövbədən. Hətta bəzi kitablar var, irfani kitablar var ki, o kitablara baxırsan ki, elə orada da tövbədən başlayır. İlk olaraq tövbədən başlayır, sonra başqa bir əməllərə keçid edir. İndi yadıma düşsə bir deyərəm o, lazım olsa deyərəm o kitablardan hansılardır. İmam Səccad əleyhissalam belə başlayır. Birinci duada günaha tərif edir. Çünki tövbəyə səbəb günahdan tövbə eləməkdir. Tövbə dönmək deməkdir. Allaha dönmək deməkdir. Allah deyir ki, ya təvvab, ey tövbəni qəbul edən, ey tövbə şəraiti yaradan, ey tövbəkarı özünə döndərən, ya təvvab, ya qafur, ya qəffar məsələn, ey örtən, ey günahları örtən, pislikləri örtən. Tövbəyə səbəb olur ki, insan günahdan qurtarmaq istəyir. Buyurur İmam Səccad əleyhissalam birinci münacatda Bismillahirrahmanirrahim. Bismillahla başlayır. Sonra buyurur ki, İlahi, əlbəsətni əl-xətayyə səvbən məzəlləti. Deyir, İlahi, günahlar məni zillət libasına bürüdü. Və cəllələni ət-təbaudu minkə libasə məskənəti. Səndən uzaq düşmək məni miskinlik paltarına sardı. Səndən uzaq düşmək xarlıq paltarına saldı məni. Sarıdı daha doğrusu. Xarlıq, xəcalət paltarına geyindim. Bu günahı elənməklə.
Burada İmam Səccəd əleyhissalam birinci gəlir tövbədə günahdan. Demir birbaşa, ilah tövbə edirəm. Yox, tövbə edirəm, yox. Birinci, bunu demir, ilah tövbə edirəm. Birinci günahı deyir, dərk elə. Günah nədir? Birinci günahı dərk elə, sonra tövbəyə keçid elə. Yəni, sən günahı dərk etməlisən, sonra tövbəyə keçid etməlisən. Günahın mahiyyətindən xəbərin olmasa, günah nədir, bilməsən, mahiyyətinin xəbərin olmadığı təqdirdə tövbə mənasız olacaq, quru bir tövbə olacaq. Ona görə İmam Səccəd əleyhissalam gəlir, birinci tövbədə o günahın mahiyyətindən danışır. İnsan birinci tövbəyə girişdə nə etməlidir? Günahın pis olmasını dərk etməlidir. Ona görə İmam Səccəd bu sözləri deyir. Deyir, ilahi, günahlar məni zillət libasına bürüdü. Yəni, günah bir libasdır. Nə libası? Zillət libasdır. İnsan onun geynində zəlil olur, xar olur, öz həqiqətindən uzaqlaşır, öz ruhani, belə deyim, dəyərlərindən uzaqlaşır, özündən tamamilə uzaqlaşır. Hətta nə olur? Quranın təbirindən desə, hətta heyvandan aşağı olur. Sən yəni zillət libasına, məni zillət libasına bax belə bürüyər. Bu elə həm də özümə moizədir, əzizlər, həm də özümə moizədir. Yəni, bilməliyəm nə iş görürəm, günah eləyirəm, nə iş görürəm, bundan mən agah olmalıyam, dərk eləməliyəm, dərkim olmalıdır mənim. Ona görə deyir, səndən uzaq düşmək məni miskinlik paltarına sardı. Ona görə misal olaraq, gəlin belə bir misal deyim. Bəzən insan görürsən ki, yalan danışır və öz yalanını inandırmaq üçün yalandan da and içir. And içir. And ola belədir. Yalan danışır, ha. Görürsünüz, bir günah nədir o? O günah zillət libasıdır. Bir dənə zillət libasını geyinir, o səbəb olur ki, başqa zillət libasına geyinməyə. Bu, siz necədir? İnsan qəşəng paltar alar, özü üçün ona yaraşan paltar alar, doymaz. Deyir, yox, bunu geyindim, bir dənə obisinə də baxım. Pulu olan deyil orada. Deyir ki, bunu geyindim, bir dənə obisinə də baxım. Onu da geyinir, deyir, obisinə də baxım. Başlayır o libasları bir-bir geyinməyə, öz əynində ölçməyə. Günah da elədir. İnsan bir günahı eləyir, doymur, deyir, bir dənə baxım obisi günahı da. Bu günah səbəb olur ki, obisi günahı eləsin. Yalan danışır, günah eləyir. Yalanı inandırmaq üçün and içir. Yalandan and içir. İkinci günah. Görürsünüz? Bəzi alimlər deyirlər, onların sözləri var. Məsələn, bizim alimlərimizdən və yaxud da digər alimlərdən olan sözlərindən baxanda, onlar deyirlər ki, bəzən ola bilər bir insan tövbə eləyəndə bir günaha tövbə eləyir, bir günaha. Amma o birisi günaha məsələn tövbə eləmir. Deyir, bu mümkündür. İnsan tövbə eləyəndə gərək bütün günaha tövbə eləsin. Bəzi alimlər deyirlər ki, bütün günaha tövbə eləmək lazım. Tövbə bütün günaha aiddir. Bəzi alimlər deyirlər ki, yox, tələsməyin. Bəlkə bir insan, ola bilər ki, bir insan, məsələn, şəhvətdə problem çəkir. Onun qumarla nə əlaqəsi? Yəni, bu, məsələn, tutaq ki, və yaxud da əksin deyim, qumarda əziyyət çəkir. Şəhvətlə nə əlaqəsi? Qumara tövbə elədi, o qumar günahının nəticəsi başqadır. O nəticənin özündən aradan apardı. İndi şəhvətdə ilişib qalıb. O da yavaş-yavaş inşallah tövbə eləyər, özünə gələr, dərk eləyər və uzaqlaşır. Yəni ona görə bəzi alimlər deyirlər ki, lazım deyil. Lazım deyil yəni nə mənada? Bu o mənada deyil ki, bir insan tövbə eləyəndə məcburdur ki, hər şeyə tövbə eləsin. O da ki, bir günah hələ tərk edə bilmir. Hansı günah tövbə eləyirsə, o günaha qayıtmamalıdır. Düzdür, onun mənası deyil, o birisi günahlar halaldır bunun üçün. Yox, haramdır. Amma tövbə sayılmır deməyə. Yox, tövbə sayılır. Buna tövbə elədi, inşallah ki, o bir şeylərdə tövbə eləyərsən. Bəli. İnsan bir günahdan, bəli, bunu dedik, insan bir günahdan tövbə eləməsə, digər günahlara şərait yaranacaq. İnsan bu günah libasını soyunmalıdır. Ruhun libası günahlar deyil. Görün necə yaraşır kamil insana. Biz insanlara yaraşan budur. Baxın, ruhun libası günah deyil, xarlıq deyil. Ruhun libası biz nədir? Ruhun libası deməli rəzalət deyil. Ruhun libası fəzilətdir. İnsana yaraşan fəzilətdir. İnsan və fəzilət iki söz bir-birindən necə gözəl yaraşır. Fəzilət, insanın libası fəzilət, səhv salıb.
Elə bir ki, öz ölçümə uyğun olmayan, özümdən böyük və ya da özümdən kiçik gedib mən bir dənə köynək alıram. Yox, sənin libasın deyil axı. Sənin öz libasın var. Uşaq libasını götürüb alıram, geyinmək istəyirəm. Uşaq libasını götürüb almaq olar. O necə geyin? Sənin ruhuna deyil axı. O günah, rəzalət sənin ruhunu deyil, sənin ruhunun libası deyil. Məcbur geyindirmə onu. Çıxar kənara, sənin ruhunun libası deməli fəzilətdir. Fəzilət, Rəhmanır, Rəhim, Şafi və s. bu kimi gözəllikləri özündə əks etdirməkdir. Sənin libasın şafi olmaqdır. Allahın şəfa verən isminin təcəllisi olmaqdır. Sənin məsələn deməli libasın Rəhman olmaqdır. Allahın Rəhim olmaqdır. Allahın o Rəhim isminin təcəllisi olmaqdır. Yəni sənin libasların başqadır. Başqa libaslardır. Sən bura bəndəliyə, kamil insan olmağa gəlmirsən. Yoxsa günah həqiqətən də məndən çox kiçik bir şeydir, amma gəlib mən günah edirəm. Bu, yəni həqiqətən bir insanın ömrünü zayi etməsidir. Bəli. Bu tövbəyə birinci girişdir ki, insan tövbəyə giriş edəndə insan bilməlidir ki, tövbədə günahın pis olduğunu dərk etməlidir. İnsan hansı nəticələrini verdiyini dərk etməlidir, verə biləcəyini dərk etməlidir ki, İmam Səcəd Əleyhisselamı bax o girişlə başlayır. Tövbəyə ikinci giriş Allahdan uzaq düşmək ki, oxuduq. Və cəllələni ət-təbaudu minkə libəsə məskənəti ilahi. Səndən uzaq düşmək məni miskinlik paltarına sardı. Yəni, günah insanı Allahdan uzaqlaşdırır. Günahın da təsiri həm də budur. Allahdan uzaq düşmək xarlıq libasını geyinməkdir. Xarlıq libası da Allahla yanaşı durmaz. O çirkin bir libasdır, çirkinlik. Bu çirkin libası geyinib gəlmə mənim yanıma. Mənim bədənimdə bulaşdırarsan. Yəni, mənə yaraşan bir geyim geyin də. Mənim yanımda olan yaraşan bir geyim geyin. Məsələn deyirəm, indi bu bəzən mənfi mənada yazılır, indi müsbət mənada deyirəm. Sənin bahalı geyimlərin var. Mən də ki, misal olaraq vardı bir insanam. Deyirəm ki, səni filan məclisə dəvət edirəm. Sən də gedirsən, bir dənə ucuz paltar geyinirsən. Deyirəm, neyinirsən? Mən səni dəvət etmişəm. Orada cəmaat var. Elə paltar geyinir ki, mənə yaraşan olsun. Deməsinlər ki, kimi gətirmirsən sən bura? Məsələn deyirəm. İndi elə paltar geyinir, xardıq paltarı yox. Sən fəzilət paltarını geyinməlisən. Mən fəzilət paltarını geyinməliyəm ki, qiyamətdə Allah deməsin ki, öyle o cənnətdə qalsın, bu tərəfə qalxmasın. O mənim yanıma yaraşmaz, bu tərəfə qalxmasın. Yəni, nə mənada yaraşmaz? Taqəti olmaz mənimlə oturub dursun. Taqəti olmaz. Taqəti gətirməz bunu. Elm adamları görərsən, danışar, biz baxarıq ki, görürsən, bu nə danışır? Taqətimiz, fəlsəfəçilər, filosoflar, ariflər oturarlar, danışarlar. Biz baxarıq ki, görürsən, bunlar nə danışır? Taqətimiz olmaz. Çünki biz o libası geyinməmişik. Kim Allaha daha yaxındırsa, deməli, Allah üçün o daha əzizdir. Kim Allahdan daha uzaqdırsa, deməli, o daha xardır. Daha xardır. İnsanın qazanacağı Allahdır. İnsanı uduzduranda, məğlub eləyəndə, Allahdan uzaqlaşdıranda həmin o günahdır. Günahdır ki, Allahdan uzaqlaşdırır və qazancını əldən verir insan. Günah insanı yavaş-yavaş başlayır hər şeydən soyutmaq. İnşallah növbət dəfədə oxuyacaq, davamını oxuyacaq, görəcəksiniz oradakı nələr baş verir. Bu söz də çox əladır. Ət-təbaudu mink və cəllənəni ət-təbaudu mink. Uzaqlaşdırdı. Təbaud, yəni uzaqlaşdırmaqda. Səndən uzaqlaşdı mən. Bu paltar, günah paltarı məni səndən uzaqlaşdırdı. Və yavaş-yavaş uzaqlaşdırır. Yavaş-yavaş başlayır fəzilətli əməlləri bir-bir tərk etdirməyə sənə. İnsanı soyudur. İnsanın izzətini aradan aparır. İnsanın həyasını aradan aparır. Ola bilər ki, cəmiyyət içərisində mən hörmətliyim. Hə, nə olsun? Moizə eləyirəm, hörmətim var, insanlar məni tanıyır. Məclisə gedəndə məclisin başına çağırırlar məni. Bir ruhani kimi hörmət eləyirlər. Hə, nə olsun? Bu cəmiyyət içərisində hörmət eləmək o demək deyil ki, elə ondan hər şey bəlli oldu. Yox. Ola bilər ki, cəmiyyət içərisində mənim hörmətim var. Amma mənəvi aləminin cəmiyyətində necə? Mənəvi aləminin cəmiyyəti də var da. Orada necə? Ola bilsin ki, orada mənim zərrə qədər hörmətim yoxdur. Heç məni tanımırlar orada. Yəni, bu, neysə, boş ver. Heç məndən danışan yoxdur. Məsələn, günah
günahın insanı, günah libası ki insanı xar eləyir, xarlıq vəziyyətinə gətirib, ola bilsin ki, orada məndən üz döndəriblər, mənə baxmırlar. Günah insan bu gətirib buna çıxara bilər. Həzrət Əli əleyhissalam buyurur, Allahümmə, buyurur ki, Allahümmə xfir liyə zunubəlləti təhbisud dua. Bir də oxuyum, Allahümmə xfir liyə zunubəlləti təhbisud dua. İlahi, günahlarımı, daha doğrusu dualarımı həbs eləyən günahlarımı bağışla. Görürsünüz, günah hətta duanın qarşısını gəlir, kəsir. İmam Sadiq əleyhissalam buyurur ki, İmam Sadiq əleyhissalam deyir, bir nəfər günah edərsə, ibadətdən uzaqlaşar. Yavaş-yavaş ibadətdən uzaqlaşmağa başlayır. Yəni, günahın nəticəsi ibadətdən uzaqlaşmağa səbəb olur. Və ona görə də nə olur? İlahi, əlbəsətni əl-xətaya səvbə məzəlləti. İlahi, günahlar məni zillət libasına bürüdü. Namazı atdım, hər şey atdım. Və cəllənəni təbaudu mink libasə məskənəti. Və nə oldu? Səndən uzaq düşmək məni miskinlik paltarına sardı. Mən səndən uzaqlaşdım. Səndən bir əsara əlamət qalmadı mənim əməllərimdə. Görürsünüz, insana hansı İmam Səccad əleyhissalam o duanın nəticəsini necə açıqlayır burada. İnşallah növbəti cümədə biz deyəcəyik. Bəzi, əlbəttə, ümid yerləri də var. İnsan var ki, deyir ki, mən günah tərk edə bilmirəm. Onda mən Allahdan uzaqlaşım. Mütləq şəkildə bütün günah eləyənlər Allahdan uzaqdır. Bunun ümid yeri var. Allah ki, rəhimsiz deyil ki, Allah rəhmandır, rəhimdir, ərhəmər rahimindir. İnşallah bunda növbəti cümədə danışaraq. Bu giriş idi. Növbəti cümədə bu münacatını, yəni taibin, tövbə edənlərin münacatını davam edəcəyik. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimi əl-əzəm əl-əzzələ cəl-əkrəm və bi Muhammedin və alihi tahirin. Ya Allah, 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 ya Allah. Ya Rahman, ya Rahim, ya Muqallibəl qulub, səbbit qulubana ala dinik. İlahi, əllərimizi naümid qaytarma. Amin deyən dillərimizi lal öldürmə. Bağışlamamış bizləri qəbr evinə göndərmə. Qəbrimizin ilk gecəsində İmam Səccad əleyhissalamı başımızın üzərində hazır elə. Dünyada Peyğəmbərin və Əhl-i Beytin ziyarətin, qiyamətdə onların şəfaətin bizlərə nəsib elə. İlahi, dünyada İmam Hüseyin əleyhissalamın ziyarətin, qiyamətdə bizlərə şəfaətin nəsib elə. İlahi, çətinlikdə olanların çətinliklərini həll elə. Dünyanın hər yerindəki müsəlmanlara, körpə uşaqlara zülm edirlər, zəlil, məhv nabud elə. Dünyanın hər yerindəki müsəlmana, İslama xidmət edirlər, onları daha da müvəffəq elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Qazilərimizə tezliklə şəfa ver. Şəhidlərimizin, qazilərimizin valideynlərinə səbr inayət elə. Məndən kömək istəyənlər olur, bizə müraciət edənlər olur, xəstə olanlar var, problemlər olanlar var. İlahi, İmam Zaman əleyhissalamın hörmətinə onların problemlərini, xəstəliklərini aradan apar. İmam Zaman əleyhissalamın zuhrunu tez elə. Ağanın qəlbin bizdən razı və xoşnud elə. Haqqı Muhammedin və alih və haqqı surəti mübarəkətil Fatihəti məəs-salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed və accil fərəcə.